buna şərik olma şərtləri də fərqlidir. Qoyunla keçi bir nəfərin adına kəsilə bilər. Yəni 5 adam şərik olub bir keçi kəsə bilməz. Çünki elə insanlar var ki, 5 nəfər toplaşır, pul yığır, bir qoyun kəsirlər. Olmaz. Bu sayılmır. Sayılmır. Çünki vebal üzərinə vacib olan bir nəfər üçündür. Qoyun və keçi bir nəfərin adına. Məsələn, atanın evində 4 oğlu var, hamısı işləyir, qazanır, maddi durumu yaxşıdırsa, ata bir qoyun kəsib hamısını vebaldan çıxara bilməz. Hər evlada ayrı-ayrı qoyununu kəsməlidir. Böyük baş heyvan, öküz, camış, dəvə 7 nəfərə qədər şərik oluna bilər. 7 nəfərə qədər şərik oluna bilər. Məsələn, ata qapısında öküz kəsər, evlatlarının da adını siyah yasalar, onlar da vebaldan qurtarmış olar. Ona görə də qurban kəsmənin bir ədəbi vardır. Dediyim kimi, qurban sadəcə ət bayramı deyil. Əti həmişə alıb yeyirik də oradan, kənardan. Ona görə də qurban bir yaxınlaşmadır, qurban bir bayramdır.